Salam, hər vaxtınız olsun deyirik. Xəbərin olsun studiyasında hörmətli tamaşaçılarımız, qonağımız var. Reklamdan öncə də sizin diqqətinizə çatdırdığıma görə endokrinoloq həkim studiyamızda qonaqda Aytən Babaxanova İnnovativ Endokrin Mərkəzinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq. Aytən xanım, salam, sabahınız xeyir olsun. Sabahınız Xoş gəlmişsiniz. Xeyir, xoş gününüz olsun. Sabahınız xeyirli açılsın həmişə. Təşəkkür edirik cümləmizin inşallah. Aytən xanım, bizim bugün studiyamızda mövzumuz tamaşaçılara ünvanladığımız sual, qida rasionunuzdan hansı qidaları çıxarda bilmirsiniz? Bax, bununla əlaqəli qaynaq xəttimizə ismarıcılar gəldi, biz saat ərzində bunları oxuduq. Amma eyni zamanda əməkdaşlarımız paytaxt ərazisində də bir sorğu keçiriblər. Gəlin ilk öncə sorğuya baxaq, sonra studiyada müzakirəni davam etdirək. Buyurun. Qida rasionunuzdan hansı yeməyi çıxarmaq istəyirsiniz, çıxara bilmirsiniz? Hər şeyin çoxu ziyan verir adama. Müəyyən həddə yemək lazım, amma bacar olmur da. İndi onu özümə görə öyrəşdirim, bədəni öyrəşdirmək lazım ki, ümumiyyətlə çörəyi kəsmək və yeyirəmsə də kəpəkli və ya qara çörəklərdən istifadə etmək. Qızartı yeməklərin, fast food, hamburgerlər əsasən, çünki sağlamlığımıza ziyan vurur. Bundan başqa cipslər. Mənə də gəlir ki, indiki dövrdə bütün yeməklər yemək olar. Çünki payız ayı hər şey yetişir. Adı hər şeyin təzəsi. Hər şeyin təzəsi olsa, nə istəyirsən yemək olar. Bəli, yəni asan hazırlanır, belə deyək də şəhər həyatında onlardan daha çox istifadə edirik. Deyirlər dönər zərərlidir, amma ki dönərdən qalmaq olmur. Özümüz də tələbə adamıq, amma ki belə dönər deyirlər ziyandır, amma biz yeyirik də yenə də. Nə deyirsiniz, şirin verin mənə yeyim. Yatmıram, yeməsəm yatmıram. Mən çox şirniyyat xoşlayıram. Məncə şirniyyat yemək çox o qədər də yaxşı deyil. Mən yəni demək olar ki, hər gün səhər, axşam, gündüz həmişə yeyirəm şirniyyat. Bilirəm, qazlı su məsəl üçün. Amma yenə də biz tələbə olaraq, yəni bizim universitetin yanımızda dönər məsəl üçün var da. Biz yəni elə bir ki 5-6 saat orada oluruq. Yəni biz məcbur oluruq onu yeməyə. Çörəyi çox yemək istəmirəm, amma yeyirəm. Şəkəri, duzu çıxartmaq mümkündür. Bilirəm ziyandır, ancaq bugünkü reallıqda da olarsız əmələ gəlmir. Mən üstünlük verirəm lifli məhsullara, təbii orqanik məhsullara. Geni dəyişir məhsullara mən uzaq qaçıram. Mən uşaqlarıma ümumiyyətlə qəti qadağa qoyuram. Hardasa götürüb kalpasa, saska, belə şeylərə icazə vermirəm də. Yəni təzədir, köhnədir. Ona görə mən icazə vermirəm. Elə şeylər çıxardılsa yaxşı olar da. Diqqət etmək lazımdır elə şeylərə. Çörəyi adamı köşəldir. Özü çörək hamısı deməli mayalıdır əsasən. Maya da pis təsir edir. Əsas çörəkdir. Bəs şirniyyatlardan və yaxud da içməli bir şeylərdən? İçməli qazlı sulardır da. Ətli çivec alıram. Gözümün qabağında kəsilir dana, qoyun, el alıram. Yağdır, nehrə yağ alıram. Yumurtadır, təbii yumurta alıram. Yəni mən keyfiyyətli şeylər almıram. Yaşayıramsa o keyfiyyətli yeməkdən yeyim. Aytən xanım, izlədiyimizdən də onu nəticə çıxara bilərək ki, izləyicilərimiz, ümumiyyətlə insanlarımızın əsasən bir şirniyyatı rasionlarından çıxarda bilmirlər və də məmulatlarından. Və bura eyni zamanda 3-cü yerdə junk foodlar dediğimiz bu fast foodlarda, zərərli qidalarda, hansı ki tez bazar hazırlanan müxtəlif marketlərdə və şəbəkələrdə hazırlanan qidalar. Bu qidaların bir növ alüdəçilik yaranır da. Yəni izləyicilərimiz özləri də etiraf edir ki, biz bilirik bu ziyandır, amma biz bunları yemədən də dura bilmirik mütləq şəkildə. Bu alüdəçilikdən necə yaxa qurtarmaq olar? Səmay xanım, inandırım mən izlədim, yəni ikimiz bir yerdə izlədik. Mənə çox zövq verdi ki, insanlarımız, baxdıq, tələbə də var idi, orta yaşda var idi, yəni hər cür yaşda bir insanlar gördük. Və onların bu cür maarifli olması mənə çox zövq verdi. Demək olar ki, onlar artıq bilirlər ki, nəyi az yemək lazımdır, nə ziyanlıdır və ilaxıra. Bu üstünlükdür. Demək, yəni indiyə kimi etdiklərimiz, sosial media olsun, yəni elə bilirəm ki... Çağırışlar boşa getməyib. Çağırışlar, bəli, boşa getməyibdir. Çox zövq verdi mənə. Amma belə deyək də, mən hələ bilirəm artıq çox insanlar hər bir şeydən məlumatlıdır. Amma
Əgər biz, gəlin belə deyək də, mən də onu yeməyək, bunu yeməyək deməyək, gəlin, əgər həyatımızın 80%-ını biz sağlam qidalanmaya üstünlük verəriksə, bax, həmin o insanlarımızın dediyi kimi və mən öz pasientlərimi necə deyirəm, mən endokrinoloqam, təbii ki, şəkərli diabet və s. Deyirəm, sən əgər 6 gün yeməyinə baxacaqsansa, sənin həftədə bir dəfə nə isə bir fast food olsun, nə isə bir kənar, məsələn, biz şəkərlərə çox xəmir qoymuruq təbii ki, şirini qoymuruq. Amma inandırım, həftədə bir dəfə tutalım 2 dənə qutab yeməklə heç bir şey olmayacaqdır. Burada söhbət miqdardan gedəcəkdir və onun nə qədər istifadəsindən gedir. Təbii ki, bəli, biz bilirik ki, şirinini minimum endirmək lazımdır. Təbii şirin məhsullardan, məsələn, meyvə quruları olsun, qara şokolad olsun istifadə etməliyik. Amma həftədə bir dəfə o dediyimiz, yenə deyirəm, çağırış deyil. Nə qədər də biz desək ki, fast foodlardan uzaq olun. Necə deyim, bax, sizə səmimi deyim, olur ya efir arxasında, məsələn, həkimlər özləri də bax, bundan uzaq olun. İnandırım, o həkimlərin hər biri də o fast fooddan istifadə edir. Yəni, gəlin belə deyək də, balans məsələsi var. Əlbəttə, burada əyri oturub düz danışaq. Burada əsas məqsəd nə qədər və necə istifadə. Məsələn, mən həkiməm, tutalım. Dedikləri qidalanmanı, necə mən pasientlərə deyirəm, eyni qidalanma tərzi ilə mən də gedirəm. Amma bu o demək deyil ki, mən 10 gündən bir dəfə nə isə bir kənara çıxma eləyə bilərəm. Eləyə bilərəm. Əsas məsələ həyatımızın 80% normalsına getməkdir və biz necə çıxarda bilərik? Məsələn, deyir ki, mən alüdəçiyəm, tutaq ki, şirnilərin, onu çıxarda bilmirəm. Bəzən şirniyə qarşı alüdəçilik insanın özündən dad reseptorlarına aid deyil, onun daxildə gedən hər hansı bir xəstəliklə bağlı olur. Məsələn, belə bir zamanəmizdə insulin dirənci deyilən bir sindrom var. Bu, heç bəlkə bir 20-30 il bundan öncə bunun haqqında çox danışmırdı. Amma indi biz nə görürük? Kimdə insulin dirənci varsa, o şirniyə çox həvəslidir. Kimdə insulin dirənci varsa, o çörəyə çox həvəslidir. Amma insulin dirəncini aradan götürəndə, məsələn, şirinin qarşı necə aradan götürək? Bəli, İnsulin direncini götürdünüz, siz o şirniyə qarşı həvəsinizi götürəcəksiniz. Və yaxud da ki, bax, orada mən eşitdim, tutaq ki, tələbədir, deyir ki, dönərdir. Bilirsizmi necə? Yenə də əyri oturub düz danışaq. Tələbəlik illərində əfsus bizim işlədiyimiz kimi rasionu qura bilmirik. Yəni, mən də o həyata keçmişəm. Mən desəm ki, mən tələbəlik illərində səhər bu, günorta bu, axşam bu olsa yalan deyərəm. Hələ mən həkiməm. Düzdürmü? Amma unutmayaq ki, bax, o dediyimiz qidalanma sabah mədənizdə bir problem yarada bilər. Maksimum çalışaq ki, 80%-imizi yaxşı edək. Yəni, fərqində yanaşaq qidalanmamıza. Bəli, tamamilə doğrudur. Siz qeyd etdiniz ki, bu qidalanmalar müəyyən xəstəliklərə də artıq vəsilə olur, dəlalət edir. Bunlardan da biri günümüzdə çox yayılan şəkər xəstəliyidir. Əfsuslar olsun ki, artıq şəkər xəstəliyi ilə dünyaya gələn uşaqların da sayı kifayət qədərdir. Burada, belə dedim, buna rəvac verən amillər nədir? Baxın, mən bir konfransda, yəni bizim endokrinoloji cəmiyyətin bir konfransındaydım və orada bir professorumuz belə bir söz dedi ki, yəni təxmini hardasa 50 ildən yuxarı, yəni köhnə xəstəxana var idi, hardasa bir 50-ci, 60-cı illər, bax, belə təxminin və orada belə bir endokrinoloji kafedra yaradıldı və təsəvvür edin, həmin dövrdə Tibb Universitetinin qayda qanunu necədir? Xəstəlik haqqında danışılır və pasient göstərilməlidir, düzdürmü? Həmin dövrdə təsəvvür edin, şəkərli diabet pasiyenti tapa bilmirdilər. Siz təsəvvür edirsinizmi? Amma son 50 ildən artıq xəstə sayı o qədər artıbdır. Söhbət hətta böyüklərdən getmir. Siz tamamilə doğru dediniz. Uşaqlar, yeni doğulmuşlarda olan diabet niyə artıb? Bax, sual verilir ki, bax, niyə artıbdır? Səbəb nədir? Çox maraqlıdır. Bax, səbəblər deyilir. Məsələn, deyilir qidalanmadır, deyilir stresdir. İndi bir
səbəb deyilir, məsələn, qidalanma. İndi gəlin, mən sizə bir misal çəkim. Bizim cənub zonamız, salam göndərirəm, həmişə ən sevdiyim zonalardan biridir. Ümumiyyətlə, Azərbaycanın bütün zonaları mənə sevimlidir və mən təsəvvür edim, Səmay xanım, o qədər pasiyentlərlə kontaktda olmuşam ki, bunların cənub zonası var, Şəmkiri var və s. Mən artıq özümü həmin zonadan hiss edirəm. Cənublu gəlir, cənubdan özümü hiss edirəm. Naxçıvanlı gəlir, Naxçıvan və ilaxıra. Çünki hər biri mənə dəyərlidir. Və məsələn, bir pasiyentimizdir, lerikdən gələn bir pasiyent. Bir deyil, yəni kifayət qədərdir. Və orada 60 yaş, 50 yaşda şəkərli diabet, 40 yaşda və sual verirəm. Bax, sual verirəm, yox, daha doğrusu özləri deyir. Deyir, doktor, mən həyatımda, yəni o yağ dedik, nehrə yağı dedik, mən evimizdə hazırlanan yağdan başqa, evimizdə hazırlanan ətdən başqa, yəni öz malı, necə deyim də, yəni mən həyatımda o şəhər yeməyi demir o fast food, təbii ki, fast foodlar demir, deyir, mən həyatımda şəhər yeməyi yeməyən bir insanam, məndə şəkər hardan əmələ gəlibdir? Yaxşı sualdır. Baxın, o sualı, yəni, yenə də deyirəm, biz burada efirdə oturub deməklə deyir ki, yeməklərinizdə biz nəinki kitabları, biz həyatda rast gəlinəni də danışmalıyıq. Baxın, bir pasiyenti misal çəkirəm. Qidaları yeməyən bir insan və bu insan, və sual verirəm, həyatında stres varmı? Deyir, ay doktor, nə stresim? Öz malım, öz malqaram, səhər dururam, işləyirəm, uşaqlarım maşallah. Bəs hardan sənə şəkər əmələ gəlib? Görürsünüzmü? Yəni, qida desək, qidalanması sağlam olan insanlarda da mən şəkər gördüm. Əsəb stres desəm, mən həyatını xoşbəxt yaşayan, özünün sözü olmasın, mən həyatımı xoşbəxt yaşayıram, mən uzağam, sivilizasiyadan uzaq bir insanım, məndə niyə şəkər əmələ gəlsin? Burada onda əsas faktor nədir? Baxın, mən nəyisə, yenə də deyirəm də, bu mənim bir şəxsi subyektiv fikrimdir. Bəlkə də ədəbiyyatlarda çox buna rast gəlinmirəm. Mən hələ bilirəm ki, burada qida ilə, qidadır, yeməkdir, sinirdən başqa bir faktor var. O faktor nədirsə, mən onu bilmirəm. Mən sizə səmimi deyim, bilirsiniz... Biraz dövrümüzdə, mən bilmirəm. Yeni dünya, yeni dövr, iqlim dəyişir, həyat dəyişir. Yeni dünya, yeni dövr və nələr var, mən onu bilmirəm. Mən bəlkə o, necə deyim də, yəni o bitən ot həminki ot deyil, mən bilmirəm. Mən bilmirəm havada nə var, mən bilmirəm havamızda, yəni bunu ekologlar ətraflı öyrənsələr daha yaxşı olardı ki, niyə? Bax, yaxşı olardı ki, bax, mən də o suala bir sualla niyə yaranır? Çünki deyilənlə həyatda rast gəlinən bir deyil. Mən izləyicimizdən bir sual gəlib, amma o sualı təqdim etməmiş. Doktor, istəyirəm sizinlə əlaqə nömrənizi də verim. Çünki artıq izləyicilərimiz, tamaşaçılarımız yazırlar. Onlar sizinlə əlaqə saxlamaq istəsələr. Ekranlarda da görürsünüz. Aytən xanımla əlaqə saxlamaq üçün 055-217-57-77 nömrəsi ilə əlaqə saxlayan doktorun qəbuluna yazılın. Aytən xanım, bir tamaşaçımız qeyd edir ki, mənim oğlumun 13 yaşı var, çəkisi 31 kiloqram, boyu 1,50 santimetrdir. Bu normaldırmı və xahiş edib ki, sizin fikrinizi öyrənək. Deməli, çəki 31, boy 1,50, yaşda 13. Artıq çəki təbii ki var, amma bunu biz dərhal buradan demirik. Onun üçün bədən kütlə indeksi deyilən bir şey var. Onu hesablamaq lazımdır. Əfsus, əlimdə kalkulator olmadığı üçün mən dəqiq deməyəcəm, amma artıq çəki görsənir. Ümumiyyətlə, onu bilmək üçün nə etmək lazımdır? Çəki, bax, hər bir insanın, bax, indi efirdə bizi izləyirlər, onu necə biz hesablaya bilərik? Artıq çəkimiz var, piylənməmiz var, onu hər bir insan özü eləyə bilər. Çəki nə qədərdirsə, məsələn, 60-dırmı, 50-dirmi, 70-dirmi və s. Bölünür boyun kvadratına. Çəkini, məsələn, 1,30-un tutalım kvadratı 2 dəfə vurulsun və bundan alınan bir rəqəm olacaqdır. Əgər alınan indeks var da, orada necə alınır? Əgər alınan indeks orada alınacaqdır 18-24 kiloqram bölünsün kvadrat metrə qədər. Əgər siz bu 18 ilə 24-ün arasındasınızsa,
sizdə normaldır. 25 ilə 29 arasındasınızsa, sizdə artıq çəki var. 30-dan yuxarısınızsa, artıq sizdə piylənmədir. Aha. Bəli. Yəni daha ətraflı məlumat üçün də həkim də qeyd etdi. Yəni sağlamlıq elə bir məsələdir ki, bunu uzaqdan, məsafəli şəkildə də burada hər hansı bir təhlil vermək olmur. Doktorun öz qəbuluna yazılıb məsləhət alsanız daha doğru olar. Aytən xanım, bir də biz gələn mesajların içərisində belə mesajlar da var idi ki, mən nə qədər yeyirəm, amma kökəlmirəm. Bu necə bir şeydir? Yəni sağlıqlı, biz həmişə deyirik ki, yeyib su içsəm də mənə yarayır, kökəlir deyənlər də var. Əksinə mən çox yeyirəm, amma kökəlmirəm deyənlər də var. Bax, bunun hansı normaldır? Bu proseslərdə insan orqanizmində hansı proseslər pozulur ki, bu cür nəticələnir? Baxın, əslinə qalsa, yəni efirdə indi bilmirik necə görsənirik, bəlkə çəkimiz efirdə bir 5 kiloqram artıq görsənir. Yəni bu normaldır. Yəni çünki həyatda da pasiyentlər görəndə belə bir şey var. Məsələn, mən nə qədər bir normal görsənsəm də, mən həmişə özümü və arıqlayan insanları belə bir kəlmə var. Arıqlayan kök adamlar. Arıqlayan köklər adlandırıram. Yəni, bu nə deməkdir? Bax, deyirsiniz, su ilə kökələn adam. Məsələn, mən özüm həkim olaraq yeməyimə baxmadan mən 10 gün ərzində rahat bir 15 kilo kökələn bir insanam. Amma elə tip insanlar var ki, özlərinin də sözü olmasın, bir qazan xəmir xörəkləri qoy, ye və kökəlməyəcəksən. Bizim mübadiləmiz var. Hər bir insanın da öz anadan gəlmə, bəzən olur ki, həyatın bir məqamında mübadilə dəyişir. Saat necə getməlidir? TikTok, həmişə mən pasiyentə deyirəm. Amma bu, çox yeyib, arıqlayan insanların mübadiləsi çox sürətli gedir. TikTok təsəvvür edin. Bəli, onlar kökəlmirlər. O anadan gəlmə, onun elə orqanizmi var. Amma bəzi xəstəliklər var ki, xoşbəxt adamlarda da olur. Bilirsiniz necə? Bəzən olur, həddən artıq olur. O tip insanlar da olur. Amma bəzi xəstəliklər var ki, o da səbəb ola bilər. Amma bəzi insanlar var ki, o demişkən, mən demək olar ki, gündəlik rasiondan kələm, tərəvəzdən başqa bir şey yoxdur. Və mən deyir, doktor, mən kələmlə kökələ bilərəmmi? Bəli, bəzən mümkündür. Mübadilə normal getmir. Onda mütləq müdaxilə eləmək lazımdır. Müdaxiləsiz həmin insanların ümumiyyətlə çəki atmaq xüsusiyyəti yoxdur. Yəni, bu cür hallarda artıq biz həkimə müraciət edib tapmalıyıq ki, orqanizmdə hansı proseslər doğru gedir. Təşəkkür edirik Aytən xanım. Çox sağ olun, səhər vaxt ayırdınız, gəldiniz. Hörmətli tamaşaçılar, qeyd edim ki, artıq efirimizdə bizə ayrılan saatın axırına yaxınlaşdıq. Bugün də çalışdıq ki, sizi maraqlandıran məsələlərdən danışaq. Qısa bir baş sponsorumuzdan sizə danışacağım. 30 ildən çoxdur ki, həyatımızda